Bu qələbəni də mən şəhid ailələrinə, qazilərimizə, bütün xalqımıza həsr edirəm. Çünki bilirsiniz ki, iyunun 27-si İkinci Vətən müharibəsinin başlanğıcı gündür. Biz qalib xalqıq. Mən həmişə futbolçularıma anlaşdırıram ki, biz qalib xalqın qalib nümayəndələriyik. Başımız dik, alnımız açıq, bütün dövlətlər, ölkələr qabağında. Ona görə həqiqətən fərq edirəm ki, belə futbolçuların belə ölkədə yaşayırıq. Yəni şəhidlərimiz qanı canı bahasına bu torpaqları azad edib. Mən də futbolçulara deyirəm ki, biz bugünkü gündə Azərbaycan milli komandanı təmsil edirik. Necə onlar bizim bayrağımız olursa, biz də onların davamını gətirməliyik. Mən hər kəs təbrik edirəm. Bu oyuna çox ciddi hazırlaşmışıq. Bilirik ki, Azərbaycana keçirilən 3-cü MDB oyunları bizim üçün çox vacibdir. Dövlət səhifəsində keçirilən bir turnirdir. İlk oyunumuz və ilk qələbə turnirin demək olar ki, ən yaxşı komandalarına birinə qarşı oynadıq. Bir neçə oyunlarından analiz etmişik. Rəqibin son oyunda Rusiya milli komandasına qarşı olmuşdu. 1-1 oynamışlar. Daha aqressiv, daha çox qaçan, daha çox mübarizə aparan, texniki bacarığı üstün olan bir komandaya qarşı oynadıq. Təbii ki, saçmalıqlarımız vardı. Bizim bir neçə oyunçularımız zədəli və xəstə futbolçularımız vardı ki, biz dəvət edə bilməmişdik. Amma çox şükürlər olsun ki, komanda düzgün şəkildə mübarizə apardı və taktik anlayışımız həqiqətən də vurduğumuz qol da belə ev tapşırıq idi bizim. Çalışılmış bir neçə qol epizodlarımız var ki, uşaqların son vuruşlarında böyük problemlər var. Artıq bunu bilirsiniz ki, biz milli komanda olaraq burada çox çalışa bilmirik. Ümid edirəm ki, klublar bunun barəsində bunun üzərində çox çalışacaq öz klublarında. Təbii ki, əzmkarlıq bizim indi artıq 3 gün aramız var. 3 gün aradan sonra bir oyun oynayacaq. Qırğızistan milli komandasına qarşı təbii ki, istəyirik ki, hər iki oyunda qələbə qazanaq və qrupu lider başa vuraq ki, biz direkt finala gedək. Mən iş müsahibələrimi demişdim, bizim hədəfimiz çempionluqdur. Buna potensialımız var, gücümüz var. Sadəcə olaraq daha diqqətli oynayıb və növbəti oyunda qələbə qazanmaq lazımdır. İlk oyun oldu. Bəs futbolçulardan gözləntilərinizi aldınız? Xarakter baxımından komanda əzmkarlıq, xarakter göstərdi. Bilirsiniz ki, bizim daxili liqalarımız gec başlayıb. Futbolçuların fiziki durumlarında sıxıntılar var. Bilirsiniz ki, necə futbolçularımız sudurqa falan tutur. Təbii ki, xarakter olaraq bayaq sözün başına deyim, xarakter olaraq komandanı bəyəndim, amma biraz texniki bacarıqlarımızda problemlər var ki, özünüz bir neçə 4-5 qol epizotumuz var ki, %100 qol epizodu. Onu çevirsə hesab 3-4-0 qutara bilərdi. Amma son vuruşlar dediyimiz kimi, son vuruşda böyük sıxıntılarımız var. Amma biz milli komanda olaraq da belə onun üzərində çalışırıq, vaxt tapıb onun üzərində çalışırıq. Əsas qələbə idi, önəmli olan qələbə 3 xal idi. Turniri qələbə ilə başlamaq daha yaxşı idi. Komandamı, azarkeşləri, bütün futbol ictimaiyyətini təbrik edirəm.